Mənim dəyərli tərəzi bürclərim, nəyə görə sən videoma girməzdən əvvəl orada 29 iyul və üzr istəyirəm, 29 iyun və 24 iyul tarixini gördün. Çünki bizim o tarixdə Merkuridə retromuz olacaq. Merkürümüz geriləyəcək. Geriləyəmək dərkən heç bir planet tərəzi bürcləri geriləmir. Sadəcə hərəkətini yavaşlaşdırır. Mən bu Merkuri retrosunun nə olduğu ilə bağlı kanalımda video yükləmişəm. Əgər retronun nə olduğunu bilmirsinizsə, mən yenə də özet keçəcəm. Əvvəlki videomu izləyə bilərsiniz. İndi isə vaxt itirmədən gəlin baxaq. Mənim tərəzi bürclərimi bir aylıq müddətdə nələr gözləyir? Retro dönəmi. Bəli, əvvəlcə retro dönəmi insanları biraz yoran, dağınıqlaşdıran bir dönəmdir. Elə bir vəziyyətdir. Nəyə görə? Çünki retronun heç bir insanlar üçün müsbət bir cəhəti yoxdur. Bir dənəsi var, onu da axırda deyəcəm. Biraz yorur, keçmişə aparır, səhvlərlə insan həddindən artıq çox səhvlərlə üzləşdirir, gözünün yaşına baxmır, biraz acımasızdır retro, amma bu dəfə retromuz xərçəng bürcündə olacaq. Bəli, Merkür retrosu, Merkür aslında əkizlər və qız bürclərini idarə edici planetidir, amma retrosunu bu dəfə xərçəng bürcündə tamamlayacaq. Bəli, xərçəng bürcü nə deməkdir? Həmin bu yorğunluq məsələlərinin, səhv anlaşılma məsələlərinin ailəvi uşaqlarınız, yoldaşınız və yaxud belə ünsiyyətiniz həmin bu alanlarda sizə təsir göstərəcək tərəzi bürcləri. Sadəcə sizə yox, bütün insanlara. Yəni retro qlobal bir şeydir. 12 bürcün 12-sinə də təsir eləyir. Və bundan əlavə olaraq bu xərçəng bürcündə olduğu üçün biraz sizi keçmişə aparacaq. Tələbəlik illəri, məktəb illəri, köhnə iş ortamı və s. kimi və yaxud köhnə sevgilim, həmin bu məsələlərə sizi daha çox aparacaq. Sizi sürəkli keçmiş səhvləriniz və keçmişlə sınayacaq. Amma retronun bir müsbət cəhəti var. Retro bağışlayır və belə bir rahatlıq verir sizə. Keçmişdə qalan bir şeyi tamamlama. Kreditləriniz mi var? Retroda bağlayın. Borclarınız mı var? Qaytarın. Kiminsə xətrinə mi dəydiniz? Onsuz şəfası sizdə olacaq. Bağışlayın və s. və yaxud üzr istəyin. Bunlar heç vaxt belə deyim, alçaq edici, zəif bir şey deyil. Yəni böyüklük hər zaman sizdə qalır. Çünki bu retrodur. Yəni nə qədər altdan alsanız, nə qədər onsuz da, yəni retrolarda heç bir insanın haqlı çıxmağı düzgün olmayacaq. Çünki retroda özünüz də görəcəksiniz. Xəbərlərdə də açacaqsınız TikToku, Instagram, Facebooku. Ya bir insan bunu deyir, bir insan bunu deyir. Biri deyir günəşin altında gəz, biri deyir gəzmə, biri deyir D vitamini, digəri dəri xərçəngi. Bəs biz hansına inanaq? Bu kimi xəbərlərlə hərə özünə görə haqlı olacaq. Hərə özünə görə fikrinin üstündə dayanacaq tərəzi bürcləri. Bəs siz bu dönəmdə nə etməlisiniz? Retronun özətini keçdim, gəlin sizlərə baxaq. Sorğulayıcı və şübhəci vəziyyətinizdən vaz keçin sevgili tərəzi bürcləri. Bu sizə heç nə gətirməyəcək. Çünki sorğulayıcı və şübhəci dərkən bu əqrəb bürcünün xüsusiyyətidir, sizin yox. Amma siz retroda tək qaldığınız üçün sizin ürəyiniz çox təmizdir. Və bu da ürəyi sizdən də təmiz olan xərçəngdə olduğu üçün biraz özünüzü sorğulayacaqsınız. Yəni mən niyə təkəm? Mən nəyi səhv eləmişəm? Mən kimin xətrinə dəymişəm? Bu kimi əgər ağlınıza bu kimi sorular gələrsə, bunu tamamilə geridə buraxın sevgili tərəzi bürcləri. Bu sizin şəfanıza olmayacaq. Və bundan əlavə olaraq biraz keçmişinizə
Keçmişdə mən kaş belə davranardım, kaş bunu eləməzdim, bunun yerinə bunu eləyərdim davranışına girəcəksiniz. Bu kimi şübhələr altında boğula bilərsiniz. Baxın, bu düşüncə əgər ağlınıza gələndə bunu özünüzdən tamamilə və tamamilə uzaqlaşdırın. Bu da sizə heç nə verməyəcək təəssüf ki. Və səhvləri sadəcə özünüzdə axtarmayın. Biraz probleminiz ailə ilə ola bilər. Məsələn, məni anlamırlar, başa düşmürlər. Bəlkə siz bir şeyi ailənizə izah etmək istədiniz, amma sizə anlamadılar. Sizə o düşündüyünüz reaksiyanı vermədilər. Baxın, bu kimi problemlərlə qarşılaşa bilərsiniz. Unutmayın ki, bu retrodur. Nə qədər altdan alsaz və nə qədər bunlara dirəniş göstərməsəz, gəlirsə gəlsin, axışına buraxaram desəz, bu qədər də sizin xeyriniz olacaq tərəzi bürcləri. Və bundan əlavə hal-hazırda mənim endirimlərim davam eləyir. Əgər siz də mən hansı karyera sahəsinə yönəlməliyəm və mənim gələcək partnerim necə biri olmalıdır, necə birini tapmalıyam, zəif yönlərim hansılardır, güclü yönlərim hansılardır və yaxud tarot baxışı da aradığınız sual və cavab baxışı da həmin buna daxildir. Hal-hazırda endirimdədir. Əgər siz də bunların cavabını öyrənmək istəyirsinizsə, TikTok səhifəm Astrotita, onsuz YouTube kanalımın adı eynidir. Mənimlə əlaqə saxlaya bilərsiniz. Sizinlə hər türlü düzgün və səmimi şəkildə ünsiyyət qurmağa çalışacağım tərəzi bürcləri. Sağ olun və təbii ki də özünüzə yaxşı baxın.